Bakıda belə bir yerin olduğunu bilirdiniz. Mən də bilmirdim. Gördüm ki, məzuniyyət günlərim var. Dedim bu günlərdən istifadə eləyim. Ən azı Bakıdakı muzeyləri gəzim. Müasir İncəsənət Muzeyinə gəldim. Giriş hər kəs üçün 5 manatdır. Hətta soruşdum xarici vətəndaşlar üçün də 5 manat dedilər. Bəli, tələbələr üçün isə 3 manat təşkil edir qiymət. 2 mərtəbədən ibarətdir və hər tərəf çox rənglidir. Bilmirsən hardan başlayasan, birinci hansına baxasan. Bütün tabloları tək-tək incələdim və açıqlamalarını oxudum. Tam olaraq 2 saat yarım vaxt keçirmişəm muzeydə. Mən həftə içi getmişdim, yəqin ki ona görə məndən və işçilərdən başqa muzeydə heç kim yox idi. Tək yəni özüm hər yeri gəzirdim. Təsadüfən öyrəndim ki, muzeydə Qarabağ mirası adlanan sol sərgi keçərlidir ayın 29-una qədər. Buranı da gəzmək mənim üçün xoş oldu. Bilmirəm sizdə də mi belə olur, amma mən çox rəngli sərgilərdə olduğum zaman biraz başım ağrıyır. Eyni hissi Şəkixan sarayında da yaşamışdım. Hətta biləndə ki, oranı ofis kimi istifadə ediblər. Biraz da belə təcrübələndim ki, insanlar burada necə vaxt keçirib. Estetik yerlər sevənlər artıq bu videonu bəyəndi. İkinci mərtəbənin də görüntüsü bu formadadır. Muzeyin adresini öyrənmək istəyirsinizsə, yorumlar bölməsindən plus atmanız kifayət edir. Hər bir yorumu mesaj bölməsinə cavablandıracağam. İş saatlarını da sona əlavə edirəm. Əgər getmək istəsəz planınızı ona görə ayarlaya bilərsiniz. Video bu qədər idi. Görüşərik.